Şaban ayı qarilərin ayıdır. Quran oxuyanların. Beləcə də Həbib ibn Əbi Səbit buyurur ki, Şaban gələn vaxtı deyərdi ki, bu qarilərin ayıdır. Beləcə də Ömər ibn Qeys buyurur ki, o nə vaxt Şaban gələn vaxtı qapıları bağlayıb Quran oxumağa ayrılardı. Quran oxumaq da o ayda daha fəzilətlidir. Çünki Şaban ayı Ramazana hazırlıq ayıdır. Hazırlıq ayıdır ki, sən o ayda oruç tutub, Quran oxuyub, namaz qılıb, sədəqə verirsən ki, çoxlu Ramazana hazırlıqlı olasan, Ramazanda daha çox ibadət eləyəsən. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin o ayın yarısından daha çoxun oruç tutması, yəni xüsusi günlərdə tutub, yoxsa ard-ardınca tutub. Yəni biz günləri saysaq, 1-ci, 4-cü günləri saysaq, beləcə də hər ayın 13, 14, 15-ini saysaq, bu günləri saysaq, bu günlər 11 gün eləyir. 8 gün 1-4 orucları, 13, 14, 15 də eləyir 11 gün. Və eləcə də hər ayda 3 gün hədislərdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm oruç tutardı. Onun da əlavə olunsa ora olur 14 gün. Bu da ayın yarısı eləyir təxminən. Ona görə də yəni ola bilər ki, bu günlərlə kifayətlənib və bəzi alimlər deyib ki, ondan əlavə də günlər, oruçlar tutub ki, daha çox tutub.